Salam aleyküm qardaşlar, bacılar. Xahiş edirəm bu videoyu yaxşı baxın və köməkli eləyin. Mən 2007-ci ildən 2009-un 13-cü iləcən Rusiyada mübarizə eləmişəm. İnsan hüquqlarının bərpa eləmişəm. Yəni gedən qonaqlar oradan, Azərbaycandan, başqa ölkələrdən, dünya ölkələrdən incidiblər. Vağzalda oğratdırıblar onun pasportunu zadın, polislər zadlar. Sonra salıblar spetspriyomnika. İllərlə saxlayıblar, incidiblər. Mən gördüm ki, vəziyyət belədir. 2007-ci ildə rus dilini bildiyimə görə sağ olsun Azərbaycanda 10 nömrəli Pirşağı internatı məni rus dilində orada oxutdurub. Mən narazı deyirəm. Getdim qanunları bir-bir onlara dedim, məcbur elədim. 2009-cu ildə 42 gün yatandan sonra məni çıxartdılar. Dedilər, get hara gedirsən, get, amma vətənimə göndərə bilmədilər, Sovet pasportu idi. 2009-cu ildə tutdular, dedilər, səni burada çürüdəcək. Mən də gördüm doğrudan da. Dedim, heç olmasa 4 ay yatım, sübut eləyim ki, onlara ki, həqiqətən bu insanları necə incidiblər. Yəni, arxivdə var, məhkəmə qərar çıxardıb, amma bunlar məhkəmə ilə əlbir olub, Miqrasyon Slujba, Ministerstvo Внутренних дел, по правам человека məhkəmələr hamısı rüşvət alırmış. Miqrantlardan müftə pul qazanırmış. İllərlə işlədirdilər. Heç nə trudavoy vardı, nə staj vardı. Ancaq işlədirdilər, pulları qoyurdular ki, villa zat tikirdilər. Mən də aclıq elədim. Deməli, 2009-cu ildə dedilər, nə istəyirsən? Dedim, insan hüquqları gəlsin. Onlar inanmadılar, insan hüquqları gəlib bir şey eləyə bilər. Prezident Rusiya Federasiyası Moskvadan insan hüquqları gəldi. Gördü vəziyyət doğrudan acınacaqlıdır. Bizi düzgün deyir orada saxlamaq. İncidirdilər, döyürdülər, rüşvət alırdılar. Kimdən rüşvət alırdılar, buraxırdılar. Təsəvvür elə, mən milli qəhrəmana razıyam. Nobel premiyasına almalıyam. Dünya qəhrəmanı olmalıyam. Qoy vətəndaşlar, insanlar, dünya vətəndaşları, dünya prezidentləri, dünya insan hüquqları, qırmızı xaç, OON bilsin ki, bu vətəndaş doğrudan qəhrəmanlığa layiqdir. Nəyə görə məni qandalla göndərməli idilər evə, Azərbaycana? Nəyə görə bizim prezident administrasiyası, Milli Məclis, Nazirlər Kabinetini mənə lağ eləyirlər, deyirlər, sən dəlisən. Dəlisiz özünüz, sizin gördüyünüz işi mən görmüşəm. Ona görə də o mükafatlar mənə düşür. Onlar o istəmirlər. Bir adi vətəndaş, əlil adam, şəhid ailəsi yuxarı qalxsın, ad alsın. Biz bunlardan yüksək olsun. Bu biabırçılıqdır. Mən sizin işinizi görmüşüm. Siz yatmışsınız. 5.000, 10.000 maaş almışsınız. 7.000-əcən nazirin maaşı var. Amma bir iş görə bilmir. Mən gördüyüm işi bir prezident görə bilməzdi. Bir insan hüquqları görə bilməzdi. Bir Milli Məclisin üzvü görə bilməzdi. Bir məhkəmənin işçisi görə bilməzdi. Amma mən gördüm, həyatımı riskə atdım. Bu qədər iş gördüm. Amma mənə deyirlər, sən dəlisən. Elə şey ola bilməz. Sübutlar var, arxiv var. Daxili İşlər Naziri sorğu versin Rusiyanın daxili işlərinə. Həqiqətən bu vətəndaş bu işləri görüb ya yox. Bəlkə yalandan deyir. Mənə cinayət işi qaldırsınlar. Əgər mən yalan deyirəm. Əgər düz deyirəmsə, məni çəksinlər, mənim fəxri adımı versinlər, mənə milli qəhrəman versinlər, mənə Nobel mükafatı versinlər. O insanlar görsünlər bu qəhrəman kimdir? Məmmədov Salih o vaxt idim. Daxil olub. Sonra familiyamı dəyişdim ki, təzdən gedim, bərpa eləyim, görüm ki, həqiqətən bu işlər nə yerdə qaldı? Məmmədli Salih daxil oldu. Yenə familiyamı elədim, getdim, öyrəndim ki, həqiqətən vəziyyət düzəlib, hər şey yaxşıdır. Tək mən risk eləyib, həyatımı təhlükəyə qoyub. Amma bunlar burada mənə lağ eləyirlər ki, elə şey olar, belə şey olar. Siz görə bilmədiyiniz işi mən görmüşəm. Siz də mənə kömək eləyin, mən o mükafatları alım da. Mən xahiş eləm vətəndaşlardan tələb eləsinlər ki, həqiqətən mən qəhrəmanam, mən özümü qəhrəman hesab eləyirəm. İndi onlar lağ eləyirlər, onlara özlərinə bir qurum işləmir Azərbaycanda. Elə hamısını mən işlədirəm də. Valla, sübutlarım da var. Birinci qruplara, qayyumlara yemək vermirdi, tələb elədim, nazirlikdən verdilər. Elə gərək mən hamısını tələb eləyim. Məndən başqa bir insan yoxdur Azərbaycanda.
o qədər işləri həll eləmişəm ki, 30 manat pul verirlər, onu da kəsdilər. İkinci, üçüncü qruplara vermir, birinci qruplara verir. Hökumətin pulu yoxdur.